bir tərəfdən baxırıq ki, bu bizim həyatımızı asanlaşdırır. Su keçirməyən deyək ki, gödəkçələrimiz var. Biz yağışda çıxırıq və bu su keçirmir. Amma başqa bir tərəfdən də buna bu kimyəvi birləşmə, bu kimyəvi maddələr artıq Avropa Birliyində qadağan olmağa başlayır. Səhv eləmirəmsə 26-cı ildən, növbəti ildən sonra. Çünki bunlara forever chemicals, yəni əbədi kimyəvi maddələr deyirlər. Çünki bunlar torpağa, suya qarışdığı zaman təkrar torpaqda, suda olan qida olsun və ya su vasitəsilə yenidən bizim orqanizmimizə qayıdır və bu da hansı problemləri gətirib çıxardır. Bugünkü qonağım Sustainera Solutions şirkətinin rəhbəri İlkin Hacıyevdir. Xoş gəlmisiniz İlkin bəy. Xoş gördük, Kəzman xanım, çox sağ olun. İlk növbədə dəvətimizi qəbul etdiyiniz üçün sizə təşəkkür edirəm. Ümumiyyətlə ekoloji sahədə fəaliyyət göstərən bir məsləhət xidməti yaratmısınız. Hansı ki, bu ekoloji problemlərin həllində çox mühüm olduğunu düşünürük və ətraf mühitə töhfə verəcək bir addım hesab edirəm. Bunun üçün bir daha bir ekoloji təşkilatın rəhbəri olaraq da təşəkkürümü bildirirəm. Eyni zamanda düşünürəm ki, bu ekoloji məsələlərə yanaşma yalnız bir şirkətin, bir dövlətin və yaxud da bir qurumun öhdəliyində olmamalıdır və onu həll etməsi üçün kifayət deyil. Mütləq şəkildə burada bütün sektorlar arasında əməkdaşlıq olmalıdır və fəaliyyət istiqamətindən asılı olmayaraq bütün sektorlar üçün önəmli bir belə deyək mövzu olmalıdır ekoloji mövzular. İstərdim ki, elə ilkin olaraq bu sualla başlayaq ki, şirkətinizin yaranması ideyası necə oldu və sizi bunda nə motivasiya elədi? Çox sağ olun. Mən də öz növbəmdə dəvətə görə sizə minnətdarlığımı bildirirəm. Sustainera şirkətinin yaranması ideyası mənim New Yorkda BMT baş qərargahında çalışdığım dönəmə təsadüf edir. Mən BMT-nin müxtəlif qurumlarında UNDP, UNOCHA və eyni zamanda Azərbaycan Respublikasının BMT yanındakı daimi nümayəndəliyində çalışmışam. Və təsadüf elə gətirdi ki, çalışdığım dönəmlərdə 2015-ci ildə iqlim dəyişikliyi üzrə Paris razılaşması qəbul olundu. Daha sonra 2030 dayanıqlı inkişaf gündəliyi, dayanıqlı inkişaf məqsədləri qəbul olundu və ondan sonra bunların icrası ilə bağlı müzakirələr aparılırdı və mənim BMT-də çalışdığım dönəmdə məhz məşğul olduğum sahə və portfeldə bu məsələlər daxil idi. Bunun yaranmasına və xüsusən bu sahədə şirkətin yaranmasında istək və ya motiv nə idi? Burada bir məsələ var ki, və xüsusən burada müşahidə etdiyimiz məsələ odur ki, bizim hansısa istər iqlimlə bağlı, istər ətraf mühitlə bağlı, istər dayanıqlılıq məsələləri ilə bağlı məlumatlı olmamağımız və ya məlumatsız olmağımız bu problemin mövcud olmaması demək deyil. Və məhz həmin dövrdə gördüyüm və müşahidə etdiyim əsas məqamlardan biri o idi ki, kifayət qədər böyük bir məlumat boşluğu var. Sanki bir vakuumun içərisində yaşayırıq. Məlumatlıq yalnız spesifik agentliklər, dövlət qurumları və ya bu sahədə məşğul olan ekspertlərin bir növ əlində cəmləşib. Ona görə qərara gəldi ki, həm bununla bağlı bir növ öz töhfəmizi verək, həm də daha faydalı və uzun müddətə hesablanmış və həm də cəmiyyətə, özəl sektora, dövlətimizə müsbət təsir göstərəcək və müsbət töhfə verəcək bir fəaliyyətlə məşğul olaq. İlkin bəy, yeri gəlmişkən elə sual vermək istəyirəm ki, Azərbaycanda dayanıqlılıq və ekoloji istiqamət üzrə peşəkar məsləhət xidmətlərinə qarşı tələbat necədir və mənim üçün çox maraqlıdır ki, siz hansı sektorlarla daha çox işləyirsiniz? Çox sağ olun. Mən bu suala sadəcə bizim belə deyim, yəni kiçik butik yerli konsaltinq şirkəti perspektivindən məlumat verə bilərəm. Çünki bazarda digər böyük şirkətlər də var, beynəlxalq şirkətlər də var. Tələbat necə yaranır? Bunun Azərbaycan bazarına baxmazdan öncə gəlin ümumi baxaq ki, istənilən bir məsələ ilə bağlı və ya iqlim məsələsi ilə bağlı tələbat necə yaranır? Düzdürmü? Birincisi
qanunvericilik qəbul olunur və şirkətlər və ya qurumlar artıq qanunvericiliyin tələblərini icra eləməyə məsul olurlar. İkincisi, əlverişli vergi güzəştləri olur və ya hansısa bir vergi tax break dediyimiz, yəni o vergi güzəştləri olur. Üçüncüsü, həmin şirkətin rəhbərliyində və ya rəhbər komandasında dayanıqlılıq və iqlim məsələlərinə özünü həsr eləmiş və ya buna canı könüldən inanan insanlar olur. Onlar məsələni məhz irəli aparmaqda qətiyyətli olurlar. Növbəti səbəb və ya kriteriya odur ki, şirkət yerli şirkətdir, amma onların əsas əməliyyatları deyək ki, ölkə kənarındadır, Avropa Birliyindədir və ya başqa bir yurisdiksiyadadır və ya onların biznes partnyorları beynəlxalq şirkətlərdir, hansı ki, onların bu sahədə spesifik tələbləri və ya normaları, tənzimləmələri var. Növbəti məqam ola bilər ki, məlumatlılıq artır cəmiyyətdə və istehlakçılar, alıcılar artıq şirkətlərindən, yəni gündəlik əsasda istifadə etdiyi markalardan, istehsalçılardan, şirkətlərdən bu sahədə daha ehtiyatlı, ətraf mühitə az ziyan verən bir formada öz əməliyyatlarını aparmağı tələb edirlər. Eyni zamanda şirkətlər görürlər ki, onlar dayanıqlılıq praktikasını tətbiq eləməklə və ya yaşıl iqtisadiyyata keçid eləməklə hansı bir iqtisadi imkanlar yaranacaq. Yəni sadəcə vergi güzəştləri yox, yeni bir gəlir istiqaməti və ya innovasiyalar və ya yeni texnoloji həllər və ya hansısa bir yeni məhsullar. Azərbaycan səviyyəsində təbii ki, bu faktorların hər biri müxtəlif səviyyədədir. Qanunvericiliklə bağlı artıq müəyyən addımlar atılıb, amma bu hələ ki tam imperativ səviyyədə deyil və bunun olması da normaldır. Çünki öncə bazar tam hazır olmalıdır və ondan sonra artıq bu tamamilə yəni belə deyim, bir kəskin keçid eləmək daha məqsəd uyğun olar və ya daha müsbət nəticələr gətirəcək. Məlumatlıq səviyyəsi bu mübahisə oluna bilər. Məlumatlıq ya ümumiyyətlə demək olar ki, yoxdur və ya varsa belə bu sadəcə 3 hərfli və ya abreviaturalar və ya akronimlər səviyyəsində oluruq, amma bunun mahiyyətini varmadan. Məlumatlıq sevindirici ondan ibarət ki, yəni çalışdığımız böyük şirkətlərdə idarə heyətində və ya qərarverici səviyyədə olan bir çox insanlar, bir çox qərarvericilər, onlar məsələnin mahiyyətindən tam məlumatlıdırlar və bir növ o aparıcı rol, o sükanın arxasında onlar olduğuna görə bu bir növ işimizi asanlaşdırır. Vergi güzəştləri ilə bağlı ötən həftə səhv eləmirəmsə, Mərkəzi Bank artıq təlimatı çap elədi, yaşıl kreditlərlə bağlı. Yəni artıq bazarda müəyyən bir siqnalları görürük. Ona görə tələbat necə yaranır və xüsusən ötən il COP-un Azərbaycanda keçirilməsi buna bir növ əlavə bir güc və sürət qatdı. Və eyni zamanda da Azərbaycan bazarı, yəni bu qapalı bir bazar, izolyasiya olunmuş bazar deyil. Yəni Avropa Birliyi ilə və digər ölkələrlə ticarət əlaqələri var. Eyni zamanda burada beynəlxalq maliyyə institutlarının fəaliyyəti var. O səbəbdən yəni burada bir qarşılıqlı, o interdependency dediyimiz o qarşılıqlı asıllıq münasibətləri də bu prosesi sürətləndirir. Mənim üçün maraqlıdır. Bizim ölkəmizdə bu bayaq dediyiniz o sırf hər hansı bir konkret ekoloji çağırışlar varmı? Ümumiyyətlə bu çağırışların həllində hansı strateji yanaşmalar var? Ölkəmizlə bağlı konkret, bəli, ekoloji, iqlimlə bağlı çağırışlar var və bunları bir növ kateqoriyalaşdırsaq, bir ölkənin landşaftına, coğrafi yerləşməsinə bağlı problemləri deyə bilərik. İkincisi isə insan
insan fəaliyyətinin nəticəsində yaranan ekoloji problemlər deyə bilərik. Coğrafi yerləşmə ilə bağlı olan problemlərimiz nələrdir və xüsusən məni narahat edən və məncə hər birimizi narahat etməli olan məsələ su məsələsidir. Çünki bilirsiniz ki, Azərbaycan açıq dənizə çıxışımız yoxdur və ölkə ərazisində olan ən böyük iki çay, Araz və Kür çaylarının suyunun təxminən 50-70% ölkə hüdudlarından kənarda formalaşır. Yəni Gürcüstanda, Türkiyədə və bu dolayısıyla bizi həmin ölkələrdə çayların üzərində qurulacaq bariyerlərmi və ya orada sulara atılacaq tullantılardanmı, yəni böyük bir dərəcədə asılı eləyir. Və ikinci məsələ ondan ibarətdir ki, çaylarda suların səviyyəsi azaldıqca və temperaturun artımı müşahidə olunduqca Xəzərin səviyyəsində müəyyən bir dəyişmələr baş verir. Və temperatur qalxdıqca təbii ki, buxarlanma da daha çox artmağa başlayır və təsadüfi deyil ki, məsələn, yaz aylarında görürük ki, kütləvi daşqınlar olur, sellər olur. Bu da öz növbəsində həmin ərazilərin həm infrastruktura, həm kənd təsərrüfatına ciddi ziyan vurur. Amma mən burada icazə versəm məsələnin biraz daha sadələşdirilməsini istəyirəm. Məsələn, Dünya Bankının son hesabatına baxsaq, ölkə bizim ölkədə neft sektorundan sonra kənd təsərrüfatı iqtisadiyyatda kifayət qədər böyük bir yer tutur. Kənd təsərrüfatından olan gəlirlərin ümumi daxili məhsulda payı 10%-dən daha aşağıdır, təxminən 8% civarında. Amma ümumi məşğulluğun 1/3-ni kənd təsərrüfatı təşkil edir, yəni 35-36%-ni. Və 2010-cu ildən 19-cu ilə qədər yaradılan iş yerlərinin böyük bir əksəriyyəti məhz kənd təsərrüfatı sektorunda olub. Bu məsələni indi bir kənarda, beynimizin bir hissəsində, bir kənarında saxlayaq. İndi gəlin baxın nə baş verir. Son 20 ildə Şəkidə temperatur 1.5 dərəcə artıb. Qubada bu 1.1 dərəcə olub və digər regionlarda da temperatur müxtəlif dəyişib. Biz baxırıq ki, bir tərəfdən temperatur artır, düzdürmü? İkinci tərəfdən su resursları kifayət qədər kəskin dərəcədə azalmağa başlayır. Üçüncü tərəfdən daşqınlar baş verir. Və indi gəlin bu faktorları kənd təsərrüfatına bir növ proyeksiya eləyək və kənd təsərrüfatı sudan asılıdırmı? Əlbəttə ki, asılıdır. Yüksək temperatur yəni düşünün ki, sahədə çalışan insanlar təbii ki 35-40 dərəcə istidə çalışa bilmirlər, düzdürmü? Və bu təkcə kənd təsərrüfatına aid deyil. Bunu inşaata da tətbiq edə bilərsiniz və ya digər sektorlara da. Daşqınlar kənd təsərrüfatına təsir edir mi? Təbii ki, təsir edir. Və bunun kimi misalları, yəni çoxlu sayda göstərə bilərik. Və ya Xəzər dənizinin səviyyəsinin düşməsi, düzdürmü? Xəzər dənizinin səviyyəsinin düşməsi bu sadəcə suyun çəkilməsi deyil. Bu orada biomüxtəliflik olsun. Həmin Xəzərin sayəsində öz təsərrüfatını qurmuş bizneslərə təsir eləyəcək. Başqa bir tərəfdən suyun səviyyəsi çəkildikcə sahil yanı xəttləri dayazlaşır və limanlara bu mənfi təsirini göstərir. Dolayısıyla limanlarla bərabər ticarət xəttlərinə, ticarət yollarına təsir göstərir. Ona görə məsələ kifayət qədər kompleksdir və düzünsə məni təəssüfləndirən məqam odur ki, biz hələ də müzakirə aparırıq ki, ESG və ya iqlim dəyişikliyi bizə aiddirmi yoxsa yox. Biz bu sadəcə bizim üçün reputasiya üçün mü lazımdır? Bunu daha yaxşı necə kommunikasiya edə bilərik və bununla bağlı məncə artıq oturub düşünməliyik və hansı strateji yanaşmaları
tətbiq eləyə bilərik. Təbii ki, bununla bağlı bilirsiniz ki, iki cür tədbirlər vardır: adaptasiya və mitigasiya. Adaptasiya, məsələn, misallarını göstərsək, adaptasiya nə deməkdir? Adaptasiya dəyişən iqlim şərtlərinə həm infrastrukturun, həm bitki örtüyünün və digər amillərin uyğunlaşdırılmasıdır. İnfrastruktur deyəndə nədir? Məsələn, binaların və sənaye zonalarının daha çox belə deyim, fəlakətlərə dözümlüyün artırılması, eyni zamanda istehsalat sahələrinin, bitki örtüyünün də daha az su tələb edən bitki örtüyü və ya. Amma mitigasiya daha çox investisiya tələb eləyir. Çünki burada artıq təmiz enerjiyə keçid olsun, dayanıqlı nəqliyyat olsun və s. ki, bunların da artıq bir çox nümunələrini biz görürük. Amma bütün bunlar inteqrasiya olunmuş yanaşma olmadan təbii ki, mümkün olmayacaq. Yəni kənd təsərrüfatı sadəcə Kənd Təsərrüfatı Nazirliyinin mandatı deyil də. Burada həm enerji komponenti var, həm su komponenti var, həm kənd təsərrüfatı var, həm iqlim var, həm fövqəladə hallar var, həm Əmək Nazirliyi var və s. Yəni Əmək Nazirliyi deyəndə daha çox bu məşğulluq məsələləri var. Bu işin birinci tərəfi və ikinci tərəfi də insanlar, cəmiyyət bununla bağlı məlumatlı olmadığı müddətcə, yəni biz buna nə dərəcədə nail ola bilərik? Yəni bir növ düşünün ki, komandanın hara getdiyini, komanda məlumatsızdır və biz onlardan getdiyi mənzilə uğurla çatmasını gözləyə bilmərik. Yəni biz smart citylərdən, smart nəqliyyatdan danışırıqsa, yəni eyni zamanda da o smart citizen məsələsində bir növ fokusumuz artır. Bu yaxınlarda hətta biz də iştirak eləmişdik orada. Öz tərəfdaşlarınızla birlikdə bizneslər üçün dayanıqlılıq kitabçası hazırlamışdınız. Ümumiyyətlə bu ESG məsələləri, onlara uyğunlaşma, biznesin gələcək inkişafı baxımından bir zəruriyyət olduğu görünür. İlkin bəy, bəs praktikada bu vəziyyət necədir və bu zaman şirkətlərə nə tövsiyə edirsiniz? Hansı addımlardan ilkin olaraq başlamağa ehtiyac var? Çox sağ olun, siz doğru vurğuladınız və mən fürsətdən istifadə edərək bunu bir daha, əgər reklam sayılması və icazə verirsə, bunu bir daha qeyd edeyim. Amerika Ticarət Palatası ilə birgə bizneslər üçün dayanıqlılıq təlimatı və ya bir resursunu hazırlamışıq və bu Amerika Ticarət Palatasının internet səhifəsində hər kəs üçün açıqdır, əlçatandır və fürsətdən istifadə edib bir daha kimə maraqlıdırsa dəvət edirəm ki, həmin kitabça ilə tanış olasınız. Çünki bu bir mənbədə, bir resursdan istifadə edərək ümumiyyətlə dayanıqlılıq, iqlim dəyişikliyi, ESG və bütün bu məsələlərlə bağlı fundamental məsələlər bir arada cəmlənir. Şirkətlər olaraq hardan başlamaq lazımdır? Mənim sadəcə müşahidəm odur ki, burada müəyyən qədər bir terminologiya ilə bağlı, anlayışlarla, qavramlarla bağlı müəyyən bir qarışıqlıq və qəlizlik var və bu bəzən hətta mən özüm belə çətinlik çəkirəm, çünki akronimlər, abreviaturaların sayı həddindən artıq çoxdur və bu getdikcə daha da artır. Amma sadə dildə desək, şirkət olaraq ilk olaraq başlamalı olduğumuz nöqtə nədir? İlk olaraq başlamalı olduğumuz nöqtə odur ki, biz şirkət olaraq kimi? Amma bu, yəni daha çox şirkətin vizyon missiyası ilə bağlı yox, yəni ətraf mühit kontekstində və ya ESG kontekstində və ya dayanıqlılıq kontekstində biz şirkət olaraq kimi? Təbii ki, əgər bir deyək ki, kitab çap edən şirkətlə toyuq məhsulları çap edən şirkətin ətraf mühitə təsiri tamamilə fərqlidir. Düzdürmü? Və ya hansısa bir IT şirkəti ilə kimyəvi məhsullar, təmizləyici vasitələr istehsal edən şirkətlərin təsiri tamamilə fərqlidir. O səbəbdən yəni ilk olaraq müəyyən etmək lazımdır ki, biz kimi, bizim ətraf mühitə təsirimiz nədir? Biz bu təsirləri müəyyən edəndən sonra, yəni bir növ diaqnostika dediyimiz
Onu müəyyən edəndən sonra artıq müəyyən etmək ki, okey, bizim təsirlərimiz var. Biz bu təsirləri minimuma salmaq üçün hansı alətlərdən, hansı siyasətdən, hansı prosedurlardan istifadə edəcəyik. Artıq bunları da müəyyən elədik, düzdürmü? Başlayırıq icraya. İcra prosesində də və icra prosesinə başlamazdan qabaq da yenə də qayıdıram əvvəlki sualda qeyd etdiyim məqama ki, komanda tam olaraq başa düşməlidir və potensial baxımdan ona hazır olmalılar. Yəni təlimlər vasitəsilə müxtəlif seminarlar və bu artıq yəni işin ən asan hissəsidir. İnsan potensialı artırılandan sonra, komanda tam hazır olandan sonra artıq icra mərhələsinə başlayırıq. Və yalnız bundan sonra hesabatımızı hazırlayırıq, hesabatı təqdim edirik ki, bizim hədəflədiyimiz və ötən illərdəki göstəricilərimiz bu idi, benchmark bu idi, amma bu gün artıq bu uğurlar var, bu nəticələr var. Və belə. Təbii ki, bununla paralel bunun kommunikasiya olması çox vacibdir. Bu gün amma müşahidə elədiyimiz məqam nədən ibarət ki, daha çox hesabatlar dərc olunur, kommunikasiya tərəfi var, amma işin belə deyək, policy procedure tərəfi və ya icra planı olsun və ya bunun korporativ strategiyaya daxil olması, inteqrasiya olmasında müəyyən boşluqlar var. Amma bu da əminəm ki, yəni zamanla öz yerini, həllini tapacaq. İlkin bəy, maraqlı bir sual. Əslində EcoHub olaraq biz sırf şirkətlərlə ESG layihələri üzərində işləyirik. Mənim üçün maraqlıdır ki, siz nə düşünürsünüz? Bu gün şirkətlər üçün ESG ona yanaşma necədir? Bu onlar üçün bir imicdirmi, yoxsa bir rəqabət formasına çevrilib artıq onlar arasında? Məncə burada şirkətdən şirkətə dəyişir. Yəni ümumiləşdirmək müəyyən qədər çətin olacaq. Amma biz ən azından bu fürsətdən istifadə edib kateqoriyaları çıxarda bilərik. Bir kateqoriya odur ki, onlar həqiqətən inanırlar ki, ESG ilə bağlı həm strategiya olsun və ya fəaliyyət planı olsun, hesabatlıq vacibdir və bunu həqiqətən edirlər. İkinci kateqoriya odur ki, onlar daha çox qısa vədəli qələbələrin ardınca gedirlər. Yəni ingiliscə quick win dediyimiz daha çox kommunikasiya tərəfi olsun və ya CSR layihəsini ESG komponent olaraq göstərmə olsun. Üçüncü kateqoriya odur ki, onlar bununla bağlı hansısa addımları atmaq, fəaliyyəti başlamaq niyyətindələr, amma hardan başlamalı olduqlarından tam əmin deyillər və bununla bağlı professional dəstək almağa çalışırlar. Dördüncü kateqoriya odur ki, onlar beynəlxalq şirkətlərin ya burada nümayəndəlikləridir və ya onlarla iş görən qurumlardır və onlar məsələdən daha məlumatlıdırlar və bir növ hibrid formada bunu icra edirlər. Amma bayaq öncəki suallarda qeyd etdiyim, yəni kənd təsərrüfatı və ya suyun səviyyəsinin dəyişməsi və ya bizi hazırda yaşadığımız və qarşıda bizi gözləyən iqlim və ekoloji çağırışların qarşısında məncə artıq inandırmaq üçün əlavə arqumentlərə məncə ehtiyac yoxdur ki, bu image məsələsidir və ya rəqabət məsələsidir. Bu artıq yəni biznesin davamlılığı üçün və biznesin dayanıqlılığı üçün artıq bir fundamental məsələyə çevrilir. Bəs İlkin bəy, bu sahəyə, yəni bu ESG və dayanıqlılığa sərmayə qoymaq istəyən bizneslər bunu necə əldə edə bilər? Və yaxud da belə qoyaq sualı, maliyyə qurumları, investorlar, bu beynəlxalq şirkətlər üçün yaşıl layihələr niyə cəlb edicidir bu qədər? Gəlin götürək, fərz edək ki, bir şirkət onun istehsalat sahəsindədir və onun ətraf mühitə təsiri kifayət qədər böyükdür. Amma şirkət rəhbərliyi qərara gəlir ki, biz öz istehsal prosesimizi dəyişirik, ətraf mühitə daha az və ya sıfır ziyan verəcək səviyyədə fəaliyyət göstərmək istəyirik. Amma bunun üçün bizim bir neçə milyon maliyyəyə ehtiyacımız var. Çünki birincisi enerji təminatımızın mənbəyi dəyişməlidir. Yəni ənənəvi
enerji mənbəyindən keçməli günəş və ya digər alternativ enerji mənbəyinə paralel olaraq biz suyun təkrar emal olunmasından bağlı avadanlıqlar gətirməyi, istehsal prosesi və s. Yəni bu siyahını uzatmaq olur. Amma bunun üçün bizə bir neçə milyon dollar və ya manat tələb olunur. Biz bunu necə əldə edə bilərik? Çünki kreditlər ola bilər ki, faizləri ya yuxarıdır və ya əlçatan deyil və s. Bunun üçün bu prosesi yəni bu çağırışları, bu çətinlikləri nəzərə alaraq məhz beynəlxalq maliyyə institutları sırf yaşıl layihələrə və yaşıl iqtisadiyyata keçid üzrə olan layihələrə güzəştli kreditlər təklif edirlər. Çünki bu bir absurd olardı, düzdürmü? Biz özəl sektordan gözləyirik ki, onlar aşağı karbonlu iqtisadiyyata keçid eləsinlər, istehsalata keçid eləsinlər, amma onunla bağlı heç bir dəstək verilmir, düzdürmü? İndi bayaq qeyd etdiyim Mərkəzi Bankın qəbul etdiyi yaşıl kreditlərlə bağlı təlimat artıq dərc olunub və gözləntimiz odur ki, artıq yerli kommersiya bankları da öz kredit portfellərində ESG kreditləri və yaşıl kreditlər, dayanıqlıqla bağlı kreditlər təqdim eləməyə, təklif eləməyə başlayacaqlar. Eyni zamanda hazırda çox məşhurdur, yəni dünyada məsələn dayanıqlıqla bağlı bondlar olsun, istiqrazlar olsun və yaşıl istiqrazlar olsun. Yəni maliyyə instrumentləri baxımından kifayət qədər təkliflər var. Sadəcə burada dediyim kimi bir məlumatlıq səviyyəsi ola bilər ki, arzu olunan səviyyədə deyil. Və ikincisi sənədləşmə baxımından və ya korporativ səliqə səhman baxımından ola bilər ki, bir çox şirkətlər buna hazır deyil, amma maliyyə institutları xüsusən son dövrlərdə və xüsusən inkişaf eləməkdə olan ölkələrdə özəl sektoru buna təşviq etməyə maraqlıdırlar. Təbii ki, mən onların adından danışmam, sadəcə yəni gördüyümüz və bununla bağlı müşahidələrimiz bunlardır. Bəs İlkin bəy, şirkətlərin korporativ sosial məsuliyyət layihələri, daha doğrusu təşəbbüsləri ilə dayanıqlı inkişaf strategiyaları arasında necə balans qurmaq olar? Mənim şəxsi düşüncəm odur ki, korporativ sosial məsuliyyətidən daha çox dayanıqlılıq yanaşmasına fokus olmaq. Çünki dayanıqlı yanaşması daha kompleks yanaşmanı özündə ehtiva eləyir. Amma biz korporativ sosial məsuliyyət fəaliyyətini necə uyğunlaşdırmaqdan danışırıqsa, o zaman həyata keçirdiyimiz layihələrin dayanıqlı inkişaf məqsədlərinə qarşı nəzərdən keçirmək və ya hədəflərə, oradakı indikatorlara qarşı nəzərdən keçirmək və onların belə deyim, dayanıqlı inkişaf hədəflərinin uyğunlaşdırılması bir növ həm bu gündəliyin icrasına öz töhfəsini vermiş olacaq. İkinci bir tərəfdən də korporativ sosial məsuliyyət layihələrinin bu standartlara, bu göstəricilərə və ya bu prinsiplərə uyğunlaşmasını təmin eləyəcək. Və belə deyim, bu əslində bizim hazırda gördüyümüz, yəni keçid prosesi üçün ən optimal yollardan biridir. Çünki şirkətlərdə CSR və ya korporativ sosial məsuliyyət indiyə qədər kifayət qədər yəni populyar olub və bununla bağlı kifayət qədər layihələr icra olunub və bu keçid prosesi sürətli baş vermir. Ona görə yəni bunu ən optimal yol olaraq görürük. İlkin bəy, son dövrlərdə ümumiyyətlə bu texnologiya mövzularında yeni innovasiyalar daha sürətlə baş verməkdədir. Mənim üçün maraqlı olan bu dayanıqlılıqla bağlı layihələrdə bunlardan necə istifadə etmək olar? Nə düşünürsünüz bundan bağlı? Bunlar təbii ki, prosesləri daha da sürətləndirməyə kömək eləyir. Texnoloji həllər deyəndə məsələn, gəlin bu kontekst üçün iki qrupu götürək də. Bir peyk görüntüləri və ikincisi süni intellekt. Məsələn, peyk görüntülərinin əsasında meşələrin qırılmasının vaxtında təyin oluna bilər və eyni zamanda məsələn peyk görüntülərinin
əsasında deyək ki, meşə zolağının nə qədər karbon emissiyalarını udmasını hesablamaq olur. Eyni zamanda bitkilərin sağlamlığı olsun və ya onların böyümə sürəti və ya torpağın rütubətliyi, nəmliyi bunu ölçməyə imkan verir. Eyni zamanda məsələn götürək süni intellekti, düzdürmü? Süni intellekt hazırda bir neçə ölkələrdə, xüsusən Afrikada geniş istifadə olunur. Hansı sahədə deyək ki, kəskin iqlim və ya temperatur dəyişməsinin öncədən müəyyən olunması üçün, yəni öncəki illərin məlumatları datası əsasında qarşıda olacaq temperatur dəyişikliyi ilə bağlı və bu da bir növ erkən xəbərdarlıq rolunu oynamış olur. Bundan başqa peyk görüntüləri və süni intellekt sayəsində məsələn Ocean Cleanup layihəsi var və bu layihə çərçivəsində okeanın hansı hissəsində tullantıların istər plastik olsun, istər digər tullantıların sıx cəmləşməsi müəyyən olunur və onun dəqiq koordinatları ötürülərək artıq həmin ərazi təmizlənmiş olur və ya biz əgər baxsaq istixana qazlarının nisbətinə, onların 16%-ni təxminən tullantılar təşkil edir. Və müxtəlif süni intellekt əsaslı və digər proqramlardan istifadə olunaraq bu tullantıların daha düzgün emal olunması, onların daha effektiv şəkildə istifadə olunması bir növ həm dairəvi iqtisadiyyata öz töhfəsini göstərir, həm də tullantıların düzgün idarə olunmasını öz töhfəsini verir. Yəni bununla bağlı, yəni onlarla nümunələri, misallar var. Və sadəcə burada məsələ, məncə əsas məsələ ondan ibarətdir ki, texnologiya, innovativ həllər var, onlar mövcuddur. Sadəcə biz hansı problemi həll eləmək istəyirik, bunu müəyyən eləmək daha vacib faktordur məncə. Artıq sona doğru yaxınlaşırıq və mən istəyərdim həm bizim izləyicilərimiz üçün belə deyək bir çağırış edəsiniz ki, bir fərd olaraq ətraf mühitə necə töhfə verə bilərlər. Eyni zamanda da çox qısa olaraq ekoloji baxımdan kiçik addımlar hansılardır və onların ümumi təsiri nədən ibarətdir? Bunu belə deyək, bunun haqqında danışaq. Yəni əvvəldə qeyd etdiyim kimi komandanın, fərdlərin məlumatsızlığı, yəni bizə heç bir uğura apara bilməz və istər şirkət olsun, istər dövlət qurumu olsun, istər beynəlxalq təşkilat olsun, günün sonunda biz hər birimiz bir insanıq, düzdürmü, bir fərdi və hər birimiz bu cəmiyyətin bir fərdi üzvü. O səbəbdən qurumlar olaraq və ya korporativ öhdəliklər və ya fəaliyyətlə bərabər fərdi davranışlar olsun, fərdi məlumatlıq kifayət qədər vacibdir. Yəni gəlin bunu bir məsələn oxşatmanı eləsək, biz evdən çıxanda güzgünün önündə özümüzü yoxlayırıq, düzdürmü? Necə görünürük deyə və s. Amma bizim istər ətraf mühit olsun, istər iqlim olsun, bununla bağlı bizim təsirimiz necədir? Bunu görürükmü? Yəni bir növ o güzgüdə və ya bizim karbon emissiyalarımız nə qədərdir? Çünki məsələn biz əgər inanırıqsa karbon emissiyaları sadəcə neft ayırma zavodlarında və ya istehsalatda olur. Bu belə deyil. Yəni karbon emissiyalarının 3 skopu var. Və məsələn biz səhər qalxdığımız andan əl üzümüzü yuduğumuz, çayımızı, kofemizi içdiyimiz andan, işə getdiyimiz ana qədər və günün sonuna qədər müxtəlif yəni fəaliyyətlərdə oluruq və bunların hər birinin özünün ətraf mühitə və eyni zamanda karbon emissiyalarının təsiri var. Birinci məqam odur ki, müəyyən eləmək ki, bizim təsirimiz nələrdir. İkinci məsələ təbii ki, fundamental bilikləri öyrənmək ki, dayanıqlılıq nədir? Fərdlər olaraq bunun necə müsbət töhfəmizi verə bilərik? Mənfi təsirimizi necə azalda bilərik? Təbii ki, budur.
Və üçüncüsü təbii ki, cəmiyyətdə digərlərini maarifləndirərək. Məsələn, hər halda bu təsadüfi deyil. Görürsüz ki, aptekdə məsələn gedirsiniz, çox kiçik bir damcı qab alırsınız, amma ondan sonra plastik qabda verirlər. Hansı ki, aldığınız həmin dərman plastik qabdan bəlkə də bir 50 dəfə daha kiçikdir. Təbii ki, sual yarana bilər ki, mənim mağazada, aptekdə bir dənə plastik paket almamağımla nə dəyişəcək? Onsuz da daha ciddi fəsadlar var. Amma burada bütün məsələlər yəni kiçik bir addımla başlayır da və bu kiçik addımlar artıq növbəti gündə digər davranış dəyişikliyinə gətirir və ondan sonra artıq bu özünü bizim çalışdığımız şirkətdə də özünü artıq biruzə verməyə başlayır və ən əsas məsələ ondan ibarətdir ki, biz sadəcə fərdlər deyilik, biz eyni zamanda istehlakçılarıq və biz istehlakçılar olaraq gündəlik hansı məhsulları tükətdiyimizə dair nə qədər məlumatdayıq. Məsələn, PFAS deyilən bir kimyəvi birləşmə var. Bu süni kimyəvi birləşmədir, sintetik kimyəvi birləşmədir və bununla bağlı məlumat səviyyəsi kifayət qədər aşağıdır. Ötən həftələrdə tədbirlərin birində bununla bağlı bir zalda sorğu elədim ki, PFAS-la bağlı kimlər məlumatlıdır. Demək olar ki, heç bir əl qalxmadı, amma mən əmin elə bilərəm ki, PFAS bu gün xəbərimiz olmasa belə hər kəsin evində, həyatında bu əşyaların, qarderobun və ya qida vasitələrinin bir hissəsidir. Necə? PFAS teflon qablar olsun, su, ləkə keçirməyən geyimlər və parçalar olsun, idman geyimləri olsun, kosmetik vasitələr olsun, yanğın söndürən vasitələrin tərkibi olsun və ya fast food qablaşdırması, pizza qutuları paketləşməsi olsun. Bunların tərkibində istifadə olunur. Nəyə görə? Çünki yüksək temperatura dözümlüdür. Yəni ki, görmürsünüz də evdə, yəni teflon qablarda bişən yemək yapışmır və s. Okey, bir tərəfdən baxırıq ki, bu bizim həyatımızı asanlaşdırır. Su keçirməyən deyək ki, gödəkçələrimiz var, biz yağışda çıxırıq və bu su keçirmir, hər şey əladır. Amma başqa bir tərəfdən də buna bu kimyəvi birləşmə, bu kimyəvi maddələr artıq Avropa Birliyində qadağan olmağa başlayır. Səhv etmirəmsə 26-cı ildən, növbəti ildən sonra. Çünki bunlara forever chemicals, yəni əbədi kimyəvi maddələr deyirlər. Çünki bunlar torpağa, suya qarışdığı zaman təkrar torpaqda, suda olan qida olsun və ya su vasitəsilə yenidən bizim orqanizmimizə qayıdır və bu da hansı problemləri gətirib çıxardır. Birincisi ürək-damar xəstəlikləri, ikincisi qaraciyər xəstəliyi, üçüncüsü hamiləlik zamanı kifayət qədər ciddi fəsadlar, dördüncüsü yuxarı xolesterol səviyyəsi və s. və s. Yəni bunu araşdırıb baxa bilərsiniz. Və bu dediyim, sadaladığım simptomlar, təbii ki, yəni ətrafımızda kimsə ürək-damar xəstəliyinə əziyyət çəkirsə, bunun illaki səbəbi PFAS-dır deyə bir diaqnozun qoyulmasının tərəfdarı deyiləm, amma nəyi deməyə çalışıram ki, biz nə qədər məlumatlı oluruqsa, o qədər də hansı məhsulları istehlak elədiyimizi, ümumiyyətlə həm qida olaraq, həm geyim olaraq, həm digər vasitələr olaraq nəyi istifadə elədiyimizdən məlumatlı oluruq və bu da bir növ bizi daha ciddi fəsadlardan qorumağa gətirib çıxaracaq. Çox sağ olun. Təşəkkür edirəm bir daha İlkin bəy. Əminəm ki, dinləyicilərimiz üçün də maraqlı və məlumatlandırıcı bir görüş oldu. Biz isə növbəti podkastımızın sonuna artıq gəldik. Bizi dinlədiyiniz üçün təşəkkür edirəm.